Avtomobilin obrazını formalaşdıran elə bax bu radiator barmaqlığıdır. Xromlu, bir qədər naxışlı və əlbəttə ki, xromdan W hərfi. Bilirsiniz ki, Çinin daxili bazarı üçün qırmızı rənglər olur. Bu loqo amma qlobal bazar üçün məhz gümüşü olmalıdır. Və onun altında karbon oxşar bir imitasiyadır. Eyni zamanda aşağı tərəfdən baxanda bir yırtıcı dişlərini qıcıyır. Bütün bunlar avtomobilin gənc və aqressiv və idman obrazını formalaşdırır. Avtomobil 17 düymlü disklərlə hərəkətə gəlir. Əyləcilər isə gördüyünüz kimi qırmızı rəngdədir. Bu da idman xasiyyətinə bir işarədir. Xüsusən xoşuma gələn bax bu qara dirəklərdir. Gəlin davam edək qara dirəkləri. Arxada gəlir qovuşur bax bu qara parçaya. Ümumiyyətlə kənardan baxanda adama elə gəlir ki, avtomobilin üst hissəsi tam bir qara şüşəbənddir. Heç bir dirəyi filanı yoxdur. Əlbəttə xrom detallar var eksteryerdə, amma şitin çıxarmayıblar. Belə zövqlə və qədərində istifadə ediblər. Həmən karbondan burada da var, baxın.